Sintaktik əlaqənin hər iki növünün işləndiyi nümunə tələb olunur. Söhbət gedir tabelilik və tabesizlik əlaqəsindən. Tabelilik əlaqəsi cümlə üzvləri arasında, həmçinin tabeli mürəkkəb cümlənin tərəfləri arasında olur. Tabesizlik əlaqəsi isə həmcins üzvlər arasında, tabesiz mürəkkəb cümlənin tərəfləri arasında olur. Deyir sənə inanıram. Burada deyir ki əlavə edə bilirik. Deməli bu tabeli mürəkkəb cümlədir və tabelilik əlaqəsi var. Sənə inanıram. Bu sözlər arasında da tabelilik əlaqəsi var. Odur ki, tabesizlik əlaqəsi olmadığı üçün çıxırıq. Bilirəm, gələrsən. Bu da bilirəm ki, gələrsən. Tabeli mürəkkəb cümlədir və tərəflər arasında yalnız tabellik əlaqəsi var. Deyirlər ağıl ağıldan üstündür. Burada da tabesizlik əlaqəsinə rast gəlmirik. Oxudum, anlamadım. İki həmcins xəbərimiz var, iki xəbərimiz var. Arasında tabesizlik əlaqəsi var. Tabellik əlaqəsinə rast gəlmirik. Növbəti cümləmiz günün batan vaxtı idi, gecikirdi. Burada tabesiz mürəkkəb cümlədir. İki cümlə arasında tabesizlik əlaqəsi var. Həmçinin birinci tərəfdə görünür ki, söz birləşməsidir. Günün, vaxtı, bu sözlər arasında da tabellik əlaqəsi var. Cavabımız bu variant olur.